أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən bütün iman əhlinə. Bildiyimiz kimi bugün cümə günüdür. Cümə günü həftə günləri içərisində ən nurani, ən gözəl, ən bərəkətli bir gündür. Və bugün o gündür ki, Quran və sünniyə əsaslandıqda sonuncu xilaskarımız vəd olunmuş imamımızın gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sistəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qalmazsa, o günü görməriksə, yaşadığımız bu ömürdə üzərimizə düşən işləri, vəzifələri tam, dürüst yerinə yetirənlərdən Allah bizi qərar versin. Bugün əlavə bir özəl gündür. Cümə günündən əlavə İslam tarixində unudulmaz tarixi bir gündür. Peyğəmbər Salavatullahın rəhmətən lil aləmin olan Peyğəmbərimizin başının tacı, gözünün nuru, qəlbinin meyvəsi olan və behiş cavanlarının İmam Həsən və İmam Hüseyin əleyhissalamların behiş cavanlarının ağalarının anası olan ümmətin birinci imamı və imamlar atası İmam Əli əleyhissalamın xanımı, xanım Fatimə Zəhra salamullah əleyhanın da mübarək viladət günüdür, doğum günüdür. Mən həmi cümə günü, həm də ki bu mübarək bir mövlud günü münasibəti ilə bütün dünya müsəlmanlarını, Əhl-i Beyt sevərləri, siz əzizlərimi, xüsusilə analarımızı, bacılarımızı, başda zamanı imamımız olmaqla hər birini səmimi qəlbdən, səmimi dildən təbrik edirəm. Allah bu günləri bizə mübarək qərar versin inşallah. Bizi dünya və uqba, Quran və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın. Möhtərəm cəmaatımız, doğrudan da xanım Zəhra salamullah əleyha elə bir nurdur ki, elə bir paçılıq, saflıq, iffət, ismət, mərhəmət təcəssümüdür ki, sözlə onu tam ifadə etmək olmaz, fikirlər onu olduğu kimi ifadə etməkdən acizdir, dil onu olduğu kimi vəsf etməkdən qüsurludur. Amma Quran-ı Kərim və bir neçə hədis xanım Zəhra salamullah əleyha barəsində sizlərlə bölüşərik. Axşam da Allahın izni ilə Allah ömürdən vəfa qılsa, saat 8-də, yəni namazımızı qılarıq, biraz fasilə verərik, oruc olanlar orucunu açar, İnşallah ki çay və şirniyyatımız olacaq və saat 8-də inşallah tədbirimiz başlayar. Biraz havanın tez qaralması ilə və yolun tıxac səbəbi ilə namazdan dərhal sonra deyil, saat 8-də inşallah digər kənardan gələn qonaqlarımız, əzizlərimiz də qatıla bilsin deyə saat 8-də inşallah bu axşam xanım Zəhra salamullah əleyha haqqında, barəsində tədbirimiz olarkən orada danışarıq. Bugün sizinlə cümə söhbətində xanım Zəhra salamullah əleyhanın viladəti barəsində, onun necə
dünyaya gəlməsi barəsində danışacaq. İlk öncə Quran-ı Kərimdən xanım Zəhra salamullahi aleyhanın şəninə, onun vəsfinə nazil olan surəni oxudum. Çoxlarımızın əzbər bildiyi və Quran-ı Kərimin ən kiçik surəsidir. Kövsər surəsi. Çoxluq, bərəkət mənalarını ifadə edir. Bismillahirrahmanirrahim. İnna a'teynâkel kevser. Bəzən görsən, qız uşaqlarının adını Kövsər də qoyurlar. Xanımlar Kövsər adından istifadə edirlər. Allah övladı olmayanlara elə xanım Zəhra salamullahi aleyhanın iffət və ismətindən, onun mərhəmətindən, o nurdan, o paçlıqdan faydalanan gözəl elə qız övladı verməklə o ailələri sevindirsin inşallah. Elə adlarını da Kövsər qoysunlar, Fatimə, Zəhra qoysunlar ki, evləri, ömürləri bərəkətli olsun. İnna a'teynâkel kevser. Ya Peyğəmbər, biz sənə Kövsər əta etdik. Hərfi mənası çoxluq, bərəkət. Amma əksər təfsir alimləri, müfəssirlər Kövsərin bariz nümunəsi xanım Zəhra salamullahi aleyha olmasıdır. Bilirsinizmi niyə? Bərəkət nəyə deyərlər? Görkəmcə az, mahiyyətcə çox. Məsələn, görürsən birinin yaşı azdır, amma bu yaş az olmasına baxmayaraq hörməti, nüfuzu, böyük, kiçik arasında. Amma ola bilər ki, birinin məsələn də 80-90 yaşı olsun, amma davranışlarına görə, danışıqlarına görə, müəyyən səbəblərdən heç o hörmətə sahiblənməsin, yiyələnməsin. Yəni, bərəkət pulun özündə də, ömrün özündə də, sözün özündə də ola bilər ki, az danışasan, amma faydalı danışasan. Bunun əksi də mümkündür. Məsələn, ola bilər 1 saat, 2 saat danışsın, amma sonda soruşasan heç dərdə dəyəcək. Yəni, vaxt itkisindən başqa bir şey də olmaya bilər. Ömür də belədir. Əgər Allahın razılığı ilə insan ömrünü yaşamasa, Allah razılığının əldə edilməsi üçün insan ömrünü yaşamasa, zaten ömür elə də, belə də gedir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah onların ruhlarını şad eləsin. Ata-analarına, doğmalarına, ailələrinə, balalarına səbir versin. Görsən, az bir ömürdə necə yadda qalar? Fədakarlıq elədilər. O nöqteyi nəzərdən Kövsər çoxluq əta etdik mənasında xanım Zəhra salamullahi aleyha bunun bir təcəssümüdür. Bunun bir canlı nümunəsidir. Baxsaq, bu surə nə zaman nazil olmuş? Peyğəmbər sallavatullahın 2 oğlu az yaşında, 2 yaşına çatar-çatmaz övladları dünyasını dəyişəndən sonra heç bir övladı olmadığı halda o ərəblər, o müşriklər dövründə Peyğəmbər sallavatullaha qarşı çıxanlar, Lat, Mənas, Üzzaya, onlar bütlərə sitayiş edənlər, bütpərəslər, Qureyş, o Məkkədə olan Qureyş tayfasından olanlar Peyğəmbərə dil tənəsi vururdular ki, sən əbtərsən, sonsuzsan, sənin soyunu, nəslini davam etdirən yoxdur. Amma Peyğəmbər sallavatullahın qızı xanım Zəhra salamullahi aleyha dünyaya gələndə Allah Teala bu surəni nazil edir. İnna a'teynâkel kevser. Ya Peyğəmbər, biz sənə Kövsəri verdik, Kövsər əta etdik. Baxın, davamında buyurur, fəsalli li rabbikə vənhər. Bunun üçün Rəbbinə namaz qıl və qurban kəs.
İnnə şəni'əkə huvəl əbtər. Həqiqətən sənə düşmən olanlar özləri əbtərdir, sonsuzdur, nəsli kəsiləcək. Əgər baxmış olsaq, bugün aramızda Seyyid Peyğəmbər övladları var da, elə burada maşallah olsun, kəndimizdə də, məscidimizdə də seyidlərdən boluq. Allah saylarını çox eləsin. Allah ata-babalarının yolunu həqiqi gedənlərdən qərar versin inşallah. Baxırsan, həmin bu aramızda olan bugünkü seyyidlər də məhz xanım Fatimətü Zəhra salamullahi əleyhanın vasitəsilə Peyğəmbərin nəsli davam edib. Düzdür, bizim bu aramızda olan seyyidlərin əksəriyyəti Musəvidir. İmam Musa Kazım əleyhissalamın nəslindəndir. Amma yenə o hara dayanır? Bəli, xanım Zəhra əleyhaya. Çünki Peyğəmbər salavatullahın qızı İmam Əli əleyhissalamla izdivac eləyib və həmin bu izdivacdan bütün imamlarımız dünyaya gəlib və onların nəvə, nəticə, kötücə ta nəslinin davamçıları da bugün dünyanın müxtəlif yerlərində var. Ona görə Kövsər sözü artan, çoxalan mənasını ifadə edir deyə məhz xanım Zəhra salamullahi əleyhanın vasitəsilə Peyğəmbərimizin nəsli davam edir. Əgər xanım Zəhra salamullahi əleyha qalmasaydı, bugün Peyğəmbər salavatullahın nəsli davam etməzdi. Amma o ki zamanında Peyğəmbərə əbtər deyirdilər, sonsuz deyirdilər, onlardan bir nə qalanı var, nə də nəslinin davam edənləri. Xanım Zəhra salamullahi əleyha hətta ana bətnində ikən belə ecazlı və möcüzəvi hallar baş vermiş. Peyğəmbər salavatullah hədislərdə var. Meyraca gedərkən bir hədislərdə var. Cənnətül əla, cənnətdən uca Rəbbimiz meyvə vermiş, o meyvəni yemiş. Amma bir hədisdə var, Peyğəmbər salavatullah buyurur ki, Cəaləha tuffahətən fil cənnə və atani biha Cəbrail. Deyir, qardaşım Cəbrail bir alma, cənnətdən bir alma gətirmişdi. Fəqalə li, əssəlamu aleykə və rəhmətullahi və barakatuh. Mənə salam verdi və buyurdu, İnnə Rəbbəkə yəqrəukə səlam. Ya Peyğəmbər, Rəbbim sənə salam göndərir. Qultu minhu əssəlam və ileyhi yəudus səlam. Dedim, sənə də salam olsun, mənim salamımı da yetir Rəbbimə. Buyurdu, İnnə hazihi tuffahətun əhdəhallah. Bu bir almadır, bir meyvədir. Allah bunu sənin üçün göndərib. Əhdəhallahu əzzə və cəllə ileykə minəl cənnə. Cənnətdən bu meyvəni sənə göndərmiş. Peyğəmbər salavatullah buyurur, fəəxəztuha və zəməmtuha ilə sədri. O meyvəni, almanı aldım, və onu sinəmə bastım. Çünki o Allahın hədiyyəsidir deyə. Və Cənab-ı Cəbrail buyurdu ki, Ya Rasulallah Cəllə Cəlaluhu, Yəqulullah Cəllə Cəlaluhu kulha. Cəlal sahibi olan Allah deyir ki, bu meyvəni yesin. Peyğəmbər sallallahu o meyvəni bölür, paralayır və oradan bir nur xaric olduğunu görür. Cənab-ı Cəbrail buyurur, Maləkə la təəkul. Buyurdu ki, ey Allahın Rəsulu, niyə dayanmısan, niyə bu meyvəni yemirsən? Kulha və la təxəf. Onu ye, narahat olma. فَإِنَّ ذَلِكَ النُّورِ الْمَنْصُورَةُ فِي السَّمَا وَهِيَ فِي الْأَرْضِ Fatimə. Bu nur o nurdur ki, göydə onu Mənsurə adlandırarlar, yer kürəsində isə Fatimə.
Xanım Zəhra salamullahi aleyhanın göydə mələklər arasında adı Mənsurə, amma yer aləmində isə Fatimədir. Hətta bu adları eşidəndən sonra Peyğəmbər sallallahu Cənab-ı Cəbraildən soruşur ki, axı niyə göylərdə adı Mənsurə, yerlərdə isə Fatimədir? Buyurur ki, Fatimə sözünün mənası qoruyan, qurtaran, xilas edən, oddan himayə edən mənalarını ifadə edir. Buyurur ki, hər kəs onun tərəfdarı olarsa, onun davamçısı olarsa, cəhənnəm odundan onları qoruyar, himayə edər. Amma Mənsurə isə Nəsr sözündəndir. Ayət-i şərifə var, يَوْمَيْزٍ يَفْرَحُ الْمُؤْمِنُونَ Qiyamət günü bir gündür ki, müminlər o gün sevinərlər, fərəh içində olarlar. بِنَصْرِ يَنْفُرُ مَنْ يَشَاءُ Allahın köməyi ilə o istədiyinə kömək edər deyə Rum surəsinin 4-cü, 5-ci ayətində keçir bu ayət. Buyurur ki, Allahın köməyi ilə o kömək edər deyə Nəsr sözünün kökündən, bu Mənsurə Nəsr kökündən olduğuna görə Mənsurə, yəni ki, o öz tərəfdarlarına Allah və Quran-ı Kərim, Əhl-i Beyt əleyhimussalamların davamçısına kömək edər, köməkçi, yardımcı olar deyə. Hətta hədislərdə var, xanım Zəhra salamullahi aleyha hələ dünyaya gəlməzdən öncə, hələ xanım Xədicə Kubra salamullahi aleyhanın bətnində ikən anası Xədicə salamullahi aleyhanla danışardı, həmsöhbət olardı. Hətta tarixlərdə var, bir gün Beytül Əhsan kitabında qeyd olunur, bir gün Allahın Rəsulu evə daxil olanda görür, Xədicə salamullahi aleyha danışır. İndi bu dediyim sözü analar daha yaxşı bilər. Çünki o gənc olanlar da bilər, gənc vaxtı uşaq dünyaya gəlməzdən öncə Allah heç kimi övlad sınağı ilə sınağa çəkməsin, imtihana çəkməsin. Biraz da gec olanda onlar daha dəqiq bilər. O hicran, həsrətin yaşayanda, bir neçə ildən sonra sevinəndə onu daha da hiss etmiş olarlar o həyəcanı. Görürsən, uşaq dünyaya gəlməzdən öncə onunla bağlı arzularını atı ilə ana, məsələn, oğlan uşağıdırsa ona uyğun, qız uşağıdırsa ona uyğun öz arzu və xəyallarını belə alarıq, bunu alarıq, belə eləyərik, inşallah bunun üçün bunu edərik. Müəyyən arzular, xəyallar qurursan. Bunu analar daha gözəl bilər. Bəzən görürsən ki, üzr istəyirəm böyüklərimdən, bizi izləyən anam yaşında olan böyüklərimdən, görürsən ki, analar o gənc olarkən əlini bir bətninin üstünə qoyaraq öz balasını əzizləyir, oxşayır, bir para övladı əzizləmə, uşağı əzizləmə sözləri ilə. Peyğəmbər sallallahu evə daxil olanda görür ki, Xədicə salamullahi aleyha danışır. Buyurur, ya Xədicə, mən tuhəddisinə. Ay Xədicə, kimi ilə danışırsan, kimi ilə söhbət eləyirsən? Qalətil cəninul-ləzi fi batni yuhaddisuni və yunisəni. Buyurdu ki, bu bətnimdəki bu körpə ilə mən danışıram və məni tənhalıqdan aram eləyir. Mən onunla artıq munisəm, həm söhbətəm. Buyurdu ki, ya Xədicə, Haza Cəbrail yübəşşiruni ənəha unsa. Deyir, qardaşım Cəbrail mənə bəşarət verib, müjdə verib ki, bu bətnində olan uşaq qız uşağıdır. Və ənəhən nəslətü tahirə. O çox pak, təmiz bir nəslin davamçısı.
Və ənəllaha təbarəkə və təala səyəcəalu nəsli minha. Allah mənim nəslimin davamını bu bətnindəki bu qız övladından qərar verib və səyəcəalu min nəsliha əimmətən. Bu nəsildən imamlar gələcək və yəcəaluhum xulafəəhu fi ərzih ba'dən qizai vəhyi. Mənlə vəhy əlaqəsi kəsildikdən sonra, mən dünyamı dəyişəndən sonra bu qızımdan dünyaya gələn, davam edən imamət nəsli insanlara xəlifə olacaqlar, imam olacaqlar, rəhbər olacaqlar. Və zaman vaxt gəldi. O vaxt ki, xanım Zəhra salamullahi əleyha dünyaya gələ. Xədicə salamullahi əleyha Peyğəmbərə çox dəstək olub. Həmi maddi, həmi mənəvi. Peyğəmbər salavatullahın İslamın əvvəlində çox sıxıntılar oldu. Çox Qureyş tərəfindən baskılar, təpkilər oldu. Amma həmin o çətin dönəmdə Peyğəmbər salavatullahın yanında əmsi Həmzə Seyyid-ü Şühəda, tarixdə, İslam tarixində 2 nəfərə Seyyid-ü Şühəda deyilib, şəhidlər ağası. Bir, Həmzə Seyyid-ü Şühəda, bir də İmam Hüseyn əleyhissalama Hüseyn Seyyid-ü Şühəda, şəhidlər ağası. Peyğəmbər salavatullahın yanında Həmzə Seyyid-ü Şühəda var idi, çox şücaətli, əzəmətli. Ağsaqqal müdrik kimi əmsi Əbu Talib, İmam Əli əleyhissalamın atası, Peyğəmbərin əmsi və maddi cəhətdən dəstəyi olan da Xədicə Kubra salamullahi əleyha idi. Maddi cəhətdən və eyni zamanda mənəvi dəstəyini əsirgəmirdi. Xanım Zəhra salamullahi əleyha İslamın o ən çətin vaxtında, Peyğəmbər salavatullahın o narahat olan vaxtlarında dünyaya gəldi. Tarixdə yazırlar, xanım Xədicə Kubra qızı Zəhranı dünyaya gətirməsinə az qalanda Qureyş xanımlarına xəbər göndərir ki, o çətin anında yanında olsunlar, ona yar və yardımcı olsunlar, amma heç kim gəlmir. Deyir ki, sən bir yetim, yoxsul, kasıb, miskin birini seçmisən, bizim onun qapıya, o evə gəlib getməyə şənimizə uyğundur, bizim adımıza uyğundur. Bir sözlə Xədicə Kubra salamullahi əleyhadan üz çevirirlər, həmin çətin anda yanına gəlmirlər. Amma uca Allahımız, rəhman və rəhim olan Allahımız həmin anda Xədicə Kubranı tək tənha buraxmır, tək tənha qoymur. Xədicə salamullahi əleyha bu xəbəri eşidəndə Qureyş qadınların yox cavabını alanda qəmgin olur, narahat olur. Amma bir onda görür ki, qapı açılır, 4 xanım daxil olur. Və onlardan ilki deyir, ya Xədicə, sən narahat olma. İlk öncə o 4 qadını görəndə narahat olur, tanımadığı simalar olduğuna görə ilk öncə düşünür, buna ziyan və zərər vurmaq üçün gəliblər. Çünki istəmirdilər Peyğəmbərin nəsli davam eləsin, Peyğəmbərin ideologiyası, onun düşüncələri yer kürəsində bərqərar olsun. Amma bu Quran-ı Kərimin mütləq bir qanunudur, Allahın hikmətidir ki, Allah Teala buyurur, Vallahu mutimmu nurihi vələv kərihəl kafirun. Bir ayətdə var, vələv kərihəl müşrikun. Allah öz nurunu tamamlayacaq. Kafirlər və müşriklər istəməsə də belə, onlar bu nurun tamamından narahat olsalar da belə, Allah öz nurunu nə edəcək? Yer üzərində bərqərar edəcək, tamamlayacaq. Həzrət Xədicə salamullahi əleyha narahat oldu ki, bunlar bəlkə ziyan, xəsarət vurmaq üçün gəliblər. Amma onlardan birincisi buyurdu,
فَإِنَّا رُسُلُ رَبِّكَ وَنَحْنُ أَخَوَاتُكَ. Ya Xədicə, qorxma, narahat olma. Biz Allah tərəfindən gəlmişik. Biz sənin bacılarınıq. Burada ənə Sara, dedi, mən Sarayam, Həzrət İbrahimin xanımı. Və hazihi Asiya binti Müzahim, bu Asiyadır, Müzahim qızı, Fironun qadını. Allahın əzəmət və qüdrətinə bax, bəzən inan elə şeylər olur, doğrudan da təfəkkür və tədəbbür eləyəndə insanın oyanışına səbəb olur. Deməli, bir evdə Firon, bir evdə qadını, xanımı Asiya. Firon deyir, ənə rabbukumul a'la, mən sizin böyük Allahuzam. Allahlıq iddiasındadır. Amma xanımısa 4 seçilmiş qadından biridir. Həqiqətən Allahın əzəmət və qüdrəti çox düşündürücüdür. Dedi, mən Sarayam, bu Müzahimin qızı Asiyadır. Və hiyə rəfiqətuki fil cənnə, bu sənin cənnətdəki rəfiqöndür, qonşundur. Və hazihi Məryəm bintu İmran, bu İmranın qızı Məryəm, Həzrəti İsa aleyhissalamın anası. Və hazihi Kulsum uxtu Musa ibn İmran, bu da Həzrəti Musa'nın bacısı Külsümdür. Bə'asənəllah ileyk, Allah bizi göndərib sənin yanına ki, linəliyə ənki matəli, nə sıxıntın olsa, nə çətinliyin olsa, biz də sənin yanında olaq, narahat olma ginən. Biz gəlmişik sənə kömək eləməyə. Və bu 4 xanımın, Sara, Həzrəti İbrahim Xəlilullahın xanımı, Asiyə, Külsüm və Məryəm salamullah əleyhanın, bu 4 xanımın köməyi ilə xanım Zəhra salamullah əleyha dünyaya göz açır və hədislərdə var, fələmma səqətət iləl ərz əşrəqə minhən nur. Elə ki, xanım Zəhra salamullah əleyha dünyaya gəldi, Xədicə salamullah əleyhanın, Peyğəmbər salavatullahın evindən bir nur qalxdı. Hətta dəxələ buyutat-ı Məkkə, Məkkənin evlərinə daxil oldu. Vələm yəbqə fi şərqil ərz və la fi qarbiha moze illə əşraqə fiyhə zalikən nur. Elə bir ev qalmadı ki, o nur oranı nurlandırmasın, o nuru hiss etməsinlər. Bu, Allahın əzəmət və qüdrətinin göstəricisidir və xanım Zəhra salamullah əleyha dünyaya gəlir, ilahi nur yer üzərində bərqərar olur. Əgər xanım Zəhra salamullah əleyha olmasaydı, Peyğəmbərin nəsli də bu günə qədər davam etməzdi. Bugün o gündür ki, yer aləminə, göy aləmindən ilahi bir nur təcəlli edir. Və o nurun özündə bir saflıq var, bir paklıq var, bir mərhəmət var. Xanım Zəhra salamullah əleyha iffətin, ismətin təcəssümüdür. Əgər baxmış olsaq, xanımda iffətlə, ismətlə o hicabı müdafiə etməsi, şücaəti bir yana baxsaq, xanımın imamətdən necə şücaət etmiş. O özü bir nümunədir. Ailə ilə münasibətə baxmış olsaq, övladla davranışa baxmış olsaq, bir sözlə iffət nümunəsi simvolu istəsən xanım Zəhra salamullah əleyha. İsmət simvolu istəsən xanım Zəhra salamullah əleyha. Mərhəmət, ailə, övlad qayğısı, şücaət, haqqın yanında olub, ədalətli davranmaq desən xanım Zəhra salamullah əleyha. Ona görə xanım Zəhra salamullah əleyha bir nurdur. Allah o nuru həm bu dünyada, həm də üqbada
bizim dərk etməyimizə və o nurla bir olmağı hər birimizə nəsib etsin inşallah. Və dünya və uqba bizi Quran və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın. Xanımlarımızın iffət və ismətini xanım Zəhra salamullahi əleyhadan örnək almasını Allah hər birinə nəsib eləsin. Allah xüsusilə qız övladlarımızı xanım Zəhra salamullahi əleyhaya layiq davamçı, həqiqi xadimə və kənizlərdən qərar versin inşallah. Allah bizi bir an belə, bir göz qırpımı belə nəfsimizlə başına buraxmasın inşallah. Və Allahdan diləyək, Allah bu əzəmətli, bu bərəkətli, mübarək mövludun hörmətinə övladı olmayan, övlad arzusunda, həsrətində, intizarında olanlara, xüsusilə də o övladın olmamasına görə ayrılma, boşanma astanasında olan ailələrə elə xanım Zəhra salamullahi əleyhanın iffət və ismətində qız övladı verməklə o ailələri sevindirsin inşallah. Zamanə imamımızın zuhurunda təcil eləsin. O Həzrətin nazlı qəlbini bizlərdən razı qərar versin və üzərimizə düşən vəzifələri, işləri tam, dürüst yerinə yetirənlərdən qərar versin inşallah. İnşallah dualarımızın, niyyətlərimizin, hacət və mətləblərimizin rəva olmasına Muhammed və Ali Muhammedə 3 ucalı Muhammedi səlavat şükürlər. Cəmiyyət şəhidlərimizi sağ olsun. Cəmiyyət xəstələrin acil şəfa tapmalarına, xüsusən qazilərimizin salamatçılığına salavat zikr edəyək. Allahümmə salli və ali Muhammed. Sürücülərimizin salamatçılığına xatir salavat zikr edəyək. Allahümmə salli Muhammed və ali Muhammed. Əsgərlərimizin salamatçılığına xatir salavat zikr edəyək. Allahümmə salli Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub tezliklə azadlığa qovuşmalarına xatir salavat zikr eləyək. Allahümmə salli Muhammed. Evindən, ailəsindən uzaqda olan insanların salamatçılığına xatir salavat zikr eləyək. Allahümmə salli Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına xatir salavat zikr eləyək. Allahümmə salli Muhammed və ali Muhammed. Hazır rəhbəri elədik, cəmaat namazı qıldıq, gözəl moizəsi ilə, xütbəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Özünün, ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahət ruhuna xatir salavat zikr eləyək. Allah kömək olsun, əziz qardaşlarım. Kərbəla Vaqif və Kərbəla Şəhriyar əzizlərimiz zəhmət çəkdilər, azan oxudular, dualar, salavatlar zikr etdilər. Özlərinin, ailələrinin, o gözəl balalarının səlamətçiliyinə, xüsusilə Allah evinə cəm olan bu cəmin nə maddi, nə mənəvi, istər ailəsində, sağlamlığında, işində, nə sıxıntısı, çətinliyi varsa, həllinə Muhammed və Ali Muhammedə bir Muhammedi səlavat eşidir. Allahümmə salli Muhammed